Bidətlərdə xeyir yoxdur. Bidətlərin hamısı sahibi üçün bir zərərdir və Peyğəmbər sallallahu aleyhi və səlləmin əhatəli bir sözü var. Kullu bid'atin dalalə, hər bir bidət zəlalətdir. Və həmçinin buyurur ki, xeyrul huda, xeyrul hədyi hədyi Muhammedin sallallahu aleyhi və səlləm, ən doğru yol, ən xeyirli yol Peyğəmbər sallallahu aleyhi və səlləm yoludur. Və şərrul umuri muhtətətuhə, və işlərin ən şərlisi isə sonradan ortaya çıxan işlərdir. Demək, bidət şərdir, orada heç bir xeyir yoxdur. Nə vaxt şər bərəkət gətirə bilər, nə vaxt şər xeyir gətirə bilər. Və görürsən ki, buna oxşar əməllər edir, amma bununla məqsədi xeyir əldə etməkdir. Və ona görə yəni, bu məqama diqqəti yönətmək lazımdır. Yəni, bir çox insanlar onlara sual veriləndə ki, sən nə üçün bunu edirsən? Deyik, vallahi biz bununla xeyir istəyirik. Bəli, onlar bu anlarında doğru ola bilər. Yəni, onların məqsədi xeyir ola bilər. Necə ki, İbn Məsud radiyallahu anh dediyi kimi, o həl kullu mən aradəl xeyrə ədrəkə. Yəni, hər xeyri istəyən ona çatıbmı? Yəni, insanın xeyri istəməsi və niyyətinin saf olması o xeyrə çatmasına dəlalət etmir. Demək, insanın xeyrə çatması niyyətinin yaxşı olmasıyla, xeyir istəməsiylə yanaşı, ixlasının olmasıyla yanaşı sünnə üzərində olmalıdır. Sünnə üzərində. Ona görə İmam Malik rahimehullah deyərdi ki, "Mə ləm yekun dinən zəmənə Muhammedin sallallahu aleyhi və səlləm, fələm yekun dinə ilə yevmil qiyam." Peyğəmbər sallallahu aleyhi və səlləmin dövründə yəni din olmayan bir şey qiyamətə qədər də din ola bilməz. Və dəlil olaraq da Maidə surəsi 3-cü ayəni gətirir. Əl-yevmə əkməltu ləkum dinəkum və ətməmtu aleykum ni'məti və raditu ləkumul İsləmə dinə. Mən bugün sizin dininizi mükəmməl etdim və sizə olan nemətimi tamamladım və sizin üçün İslamı razı qaldım, seçdim, bəyəndim din olaraq. Və ona görə Sədi rahimehullah deyir ki, yəni bunun əsas səbəbi ona görədir ki, yəni əhl-i sünnənin irəli getməsi, ucalması və savab, daha çox savab əldə etməsi, çünki hidayət üzərindədirlər, doğru yol üzərindədirlər. Amma bidət əhli isə yolu azmışlardır. Yəni yolu azdıqlarına görə nə qədər əməllər çox olsa, yenə bir faydası olmur. Ma'lumun el-farq beyne men yemşi alas-sıratil mustaqim və beyne men huve munharif anhu. Yəni artıq sıratil mustaqim üzərində doğru düzgün gedənlə ondan yayınan, yəni cəhənnəmə aparan yola gedən insan əlbəttə ki, bir ola bilməz. Aralarında böyük fərq vardır. Necə ki, Allah Teala buyurur, "Əfəmən yemşi mukibben alə vəcihi əhdə, əmmən yemşi səviyyen alə sıratı müstəqim." Yəni, üzü qoyulu, üzü üstə yeriyənlə, yəni gəzənlə, gəzən daha doğru yolda, hidayət üzərində, yoxsa sırat-ı müstəqim üzərində düz gəzən eyni ola bilərmi? Hansı daha hidayətə, doğru yola layiqdir? Və həmçin digər ayədə buyurur, "Və ənə hədə sırat-ı müstəqimə fəttəbi'u." Bu mənim doğru yolumdur, ona tabi olun. "Və lə təttəbi'us-subulə fətəfərrəqə bikum an səbili." Və siz digər yollara tabi olmayın, sizi Allahın yolundan ayırar. "Zəlikum vəssakum bihi ləalləkum təttəqun." Yəni Allah Teala bunu sizə tövsiyə edir ki, təqvalı olasınız deyə. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm yerə bir düz xət çəkir. Və xatta alə cəmbəti xutuz, və sonra o xəttin kənarlarına isə kiçik-kiçik xətlər çəkir. Və sonra deyir ki, və hədə səbilullah, bu düz xət Allahın yoludur. Və hədihi subul, o xəttin kənarında olan o xətlər isə bunlar yollardır. Və alə kulli səbili minhə şeytan yəd'u ileyh, və hər yolun başında da şeytan durub ora çağırır. Deməli, doğru yol bir dənədir, amma zəlalət yolları isə onu bildirir ki, çoxdur.